Salam aleykum. Demək, Adil kişi ilə qonaq gəlmişik. Zaqatala'dayıq. Çox gözəl hava var, dəhşət. O qədər yüngül havası var ki. Adil kişi bilirsiniz də mənim canımdır, gözümdür. Çünki Adil kişi mənim kimi qidalanır, mənim kimi həyat tərzi sürür. Mənim kimi həyat tərzi sürən insanlar mənim, belə deyim də, qardaşlarımdır, bacılarımdır, analarımdır, atalarımdır. İnşallah sabah qurban kəsəcəyik, 2 dənəsini kəsəcəyik. Bəzi insanlar mənə dəstək olurlar. Çoxsu mənə deyir ki, adımızı çəkmək Allah üçün edirik də biz. Bir neçə nəfərdir var. Bir 4-5 nəfər olar. Dəstək oldular. Mən özüm də inşallah ki, pul qoydum. İndi inşallah gedirik Adil kişi ilə qurbanı tapaq. Əslində tapılıb, prosta onu biz çəkək eləyək, sabah üçün hazırlayaq. Və burada da kasıblara paylayacaq Allahın izni ilə. Adil kişi, insanlar necə qidalansın, necə həyat tərzi sürsünlər sağlam olmaq üçün? Sağlam həyat tərzi proqramına qoşulmalılar ora. Sən bu yürüyüş necə? Faydasını görürsən sən? Bəsənə gündə, hər gün Neçə kilometr 10 yürüyüş kilometr edirsən? gəzirəm. 5 səhər, 5 Vallahi axşam. mən sağ həsəd aparıram, Allaha and olsun. Göz dəyəcəkdi, paxıllıq eləmə. Bir də isti soyuq su terapiyasının faydası necə oldu? Əla, çox gözəl. Belə bir masajdan çıxırsan. Həqiqətdə isti soyuq su terapiyası mükəmməl fayda. Çünki qapılar qanama sistemi açılır, Çox gözəl bir şey. toxumalar qidalanır, D vitamini artır. Tükənməz faydası var, toksinlər bədəndən çıxır. Bax belə, gözəl buradan Balakənin Zaqatala cəmaatını salamlayıram. Yəni, çox gözəldir bura. İndiyə ayarlarda lap gözəl olacaq. Adil kişinin də həyəti maşallah böyükdür, gözəldir. Özü həyətin də ortasından çay gedir, gözəl. Belə, Allahın izni ilə sabah qayıdıb gedəcəyik, sabah kəsə qurbanlar gedəcəyik. İnsanlara paylayaq gedək. Belə, mən də gəlmişəm. Mən, yoldaşım, Aygün xanım, Aygün xanımın anası, hamımız gəlmişik. Hamımız iştirak edəcəyik də bunları yer-bir eləmək lazımdır. Belə, sağ olun, minnətdaram, çox sağ olun.